bizim oxumağa dəyər rubrikamız olacaq. Cümə günlərimizin vaz keçilməzi deyə bilərik bu Və biz rubrikamıza. yollanacağıq, Mürşid müəllimin sayəsində yollanacağıq 16-cı əsrə. Ta 1500-cü illərə. Britaniya mədəniyyəti, Britaniya ailə dəyərləri, Britaniya kədəri, hər şey Mürşid müəllimin haqqında danışacağı kitabda öz əksini tapacaq. Gəl Mürşid müəllimi salamlayaq. Mürşid müəllim, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun, sabahınız xeyir olsun. Sizi görməyə çox şadam, xoş gördük. Necəsiniz? Təşəkkür edirəm, çox yaxşıyam. Və ilk olaraq onu qeyd etmək istəyirəm ki, tamaşaçılarımız da məlumat üçün bizim dəyərli aparıcılarımız özləri çox gözəl ədəbiyyat, mütaliə həvəskarlardılar. Biz dəfələrlə onlarla bütün müxtəlif kitabları müzakirə edirik. Məhz bu kitabı da mənə elə Aysel xanım özü tövsiyə edib. Onun üçün istəyirəm elə Maggie O'Farrell'ın Hamlet əsərindən başlayaq. Bəli, buyurun. Bildiyimiz kimi bu Maggie O'Farrell özü Şimali İrlandiyalı yazıcıdır. O uşaq yaşlarının ailəsinə birlikdə Britaniyaya köçür. Burada o İrlandiyalı olduğu üçün hətta məktəbdə bullyingə məruz qalır. Lakin bütün bunlara baxmayaraq o yazıcı olmaq istəyir və onun elə ilk əsəri və digər əsərləri də oxucular tərəfindən çox sevilir, müxtəlif mükafatlara layiq görülür, bestsellerə çevrilir. Danışdığımız Hamlet əsəri də məhz bu əsər 2025-ci ilin dekabrın sonlarında filmdə çəkilib və tamaşaçı auditoriyasına təqdim edilib. Çox bəyənilir, çox baxılır bu film. Shakespeare'in ailəsi haqqında da bayaq da siz vurğuladığınız kimi çox maraqlıdır. Shakespeare özü çox sirli obrazlı personajdır. Çünki hətta indiyə qədər bir cərəyan var, bir istiqamət var ki, onlar belə bir fərzə irəli sürürlər ki, əslində Shakespeare öz əsərlərini özü yazmayıb. O bir təxəllüsdür və onu ola bilsin ki, o vaxtın Britaniyanın dövlət xadimlərindən olan Francis Bacon və yaxud Lord Edward de Vere yazıblar onun əsərlərini və yaxud da hətta bir neçə şəxs, qrup yazıb və Shakespeare sadəcə bir təxəllüsdür. Və bu əsası gətirənlər nəyə əsaslanırlar? Bu sözü deyənlər, fərzləyən deyənlər. Çünki Shakespeare'in lüğəti, onun istifadə etdiyi sözlər, orada əsərlərində olan bilik, tarixi biliklər, tarixi faktlar, coğrafiya faktlar, ədəbiyyat faktlar o qədər zəngin, o qədər böyükdür ki, onu onların əllərində bir əsas yoxdur ki, Shakespeare yüksək səviyyəli bir ali məktəbi qutarıb, böyük təhsili olsun və onun üçün şübhə edirlər. Və ikinci əsas odur ki, Shakespeare indiyəcən bir əl yazması tapılmayıb. Və əslində maraqlıdır ki, Shakespeare, yəni İngilis tərcümə edən hərfi mənada nizəni titrədən deməkdir. Ola bilsin, bu da bir təxəllüsü oxşuyur. Çünki elə bayaq dediyimiz Lord Edward de Vere'in də ailə gerbində nizə təsviri var. Keçək öz əsərimizə. Əsərdə gənc Shakespeare öz gələcək həyat yoldaşı, uşaqlarının belə deyək, anası Agnes'lə tanış olur. Agnes çox maraqlı personajdır. Onun qeyri-adi bacarıqları var. O müxtəlif otlardan, bitkilərdən istifadə edərək müalicə etməyi bacarır. Ondan başqa insana toxunduqda onun gələcəyi və yaxud keçmişi haqqında və yaxud insan haqqında məlumatlar deyə bilir. Çox maraqlı belə mistik obrazdır. Ailələri onların etiraz etsələr də gənclər ailə qururlar və onların izdivacından ilk olaraq Suzanna adlı bir qız dünyaya gəlir. Sonra isə əkizlər, oğlan və qız. Və Shakespeare'in dostunun şərəfinə və onun həyat yoldaşının şərəfinə müvafiq olaraq onlara Hamlet və Judith adlarını qoyurlar. O vaxtın Britaniyası, biz bu məsələdə danışdıq, əslində müxtəlif yoluxucu xəstəliklər, taun o qədər geniş yayılmışdı ki, uşaq ölümü o qədər yayılmışdı ki, insanlar buna artıq təəccüblənmirdilər. Və çox təəssüf nə qədər olsa da, amma Shakespeare'in oğlu haqqında tarixdə çox az məlumat var Hamlet haqqında. Yalnız o bilinir ki, 11 yaşında o taun xəstəliyindən vəfat edir. Dərdli ata Londona gəlir, Temza qırağında dayanır və hətta intihar haqqında düşünür. Və orada belə bir kəlmə işlədi ki, olum ya ölüm. Başa düşdüyünüz kimi, o onun daha böyük bir əsərinə, bir növ başlanğıcdır, Hamlet əsərinə və o əsəri, Hamlet əsərini, adı da çox uyğundur, Hamlet, öz oğluna ithaf eləmək istəyir. Bu əsəri tamaşaya qoyurlar. Agnes'in, yəni uşağın anasının bundan xəbəri əvvəl olmur, amma o da gəlib tamaşada iştirak eləyəndə əvvəlcə müxtəlif fikirlər keçirir. Çünki o fikirləşir ki, bu onun oğlunun xatirəsinə bir yaxşı bir şey deyil, əslində bir hörmətsizliyidir. Lakin tamaşaya baxandan sonra onun sanki gözünün qarşısında oğlu canlanır və orada deməli hətta Shakespeare'in özü də Hamlet'in atasının ruhu şəklində səhnəyə daxil olanda
Bəs o zaman Agnesin ilk dəfə olaraq oğlunun ölümündən sonra üzündə bir təbəssüm olur. O başa düşür ki, əslində ata bunu oğlunun bir xatirəsi üçün eləyib bu əsəri və Filmi də çox maraqlıdır. Daha çox Mürşid müəllim əsərin özündən danışır və qeyd edim ki, 2025-ci ildə çox düzgün vurğuladıq ki, film də çəkilib və film sosial şəbəkədə, xüsusilə TikTok şəbəkəsində o qədər paylaşıldı ki, o qədər yəni maraq gördü ki, yəni filmdə o qədər həssas məqamlar var ki və ötən həftə təqribən bir həftə 10 gün bundan əvvəl BAFTA mükafatları təqdim olundu və film 11 nominasiya üzrə irəli sürülmüşdü. Orada bir çox nominasiyaları var. Və filmdə ən yaxşı aktrisa Jessie Buckley ən yaxşı qadın aktrisası kimi BAFTA mükafatı aldı. Yəni film kitabın özü qədər də çox uğurlu oldu və çox uğur da qazandı. Elə deyilmi Mürşid müəllim? Ki, hər əsərdə də belə şey oldu. Bəli. Tamamilə doğrudur. Demək, baş olan ifaçısı həm Paul Mescal, həm Jessie Buckley çox uğurlu ifa ediblər. Siz vurğuladığınız kimi onun o bir ananın övlada olan münasibəti xüsusilə qeyd olunur tənqidçilər tərəfindən. Və mən ümid edirəm ki, bu əsər nə qədər dramatik olsa da, amma bir o qədər də insanlar üçün maraqlıdır. Həm kitabını oxuya bilərlər bizim əziz tamaşaçılarımız, həm də filmi izləyə bilərlər. Düşünürəm bugünlük bu qədər. Bizim dəyərli aparıcılarımız, sözü ötürəm sizə. Təşəkkür edirik. Çox sağ olun. Təşəkkür edirik Mürşid müəllim. Çox gözəl bir əsər haqqında danışdınız. Təsirli bir əsər haqqında danışdınız və ki, sənə mən hiss edirəm ki, kifayət qədər təsir edir. Bəli, kədərli bir hekayədir, amma oxumağa dəyər, həqiqətən oxumağa dəyər.